Ayda birini də yeyəcəm. Son zamanlar hər tərəfdə qarşımıza çıxan, demək olar ki, yuxularımızda belə gördüyümüz kələm dolması turşusunu hazırlayırıq. Həqiqətən də deyildiyi qədər var imiş, çox ləzzətli idi. Amma təklif eləyərdim ki, siz bu turşunun içərisinə çuğundur vurmadan hazırlayın, kələm dolmasına daha çox bənzəsin. Əsasən qışda sulu yeməklərin yanında bəhbəhlə yeyəcəyiniz çox gözəl bir turşudur. Mən içərisinə kələm əlavə eləmədim, sadəcə kök, çuğundur, sarımsaq və cəfəri əlavə elədim, duzla qarışdırdım. Suyu çıxana qədər gözlədim. Dolmalı kələmlərimizi yarpaqlarından ayırırıq və biraz yumşalmağını gözləyin, çox bişirməyin. Normal kələm dolması necə bükürsünüzsə, bunu da o qaydada bükün. Mən balonlara yığmağı daha çox uyğun gördüm. Balonlara bu formada yığırsınız, tam ağzı dolana qədər. Həmin o suyunu da əlavə edirsiniz üzərinə. Hardasa 1 stəkan yarım üzüm sirkəsi əlavə elədim. Üzərinə çıxana qədər su. Nə qədər xoşlayırsınızsa o qədər duz. Yəni 1 yemək qaşığı əlavə edə bilərsiniz. Mən 2 yemək qaşığı əlavə elədim. İri dənəli istiot və dəfnə yarpağı. 3 gündən sonra dadına baxırıq. Çox dadlıdır, göz haqqınızda halal edin. O qədər ləzzətli idi ki, həqiqətən neçə ədəd yediyimi bilmədim. Ona görə siz də mütləq hazırlayın, göz haqqınızda halal edin, özünüzə yaxşı baxın. Hələlik.